Yaxşı kitab. Atam həmişə deyərdi, o kitab yaxşı kitabdır ki, adamı yerə qoymağı gəlməyə. Onu sonadək oxuya. Bir gün atam məni bir kitab satağına apardı. Mənim üçün yaxşı bir kitab aldı. Kitabı alan kimi oxumağa başladım. Atam isə başımın üstündə durarkən kitabı oxuyurdu. Kitab satağından evədək kitabı oxumaq ilə dümüç oldu. Düz iş deyildir. Yalnız özümüzü kimsəyə, arabaya çarpmağa çalışırdıq. Evə çatdıq. Atam çay bişirmək istəyirdi. Amma mənim kitabımı gördü. Çayın içə çay yerinə çubuğunun tütününü tökdü. Sonra isə kitabı oxuya-oxuya bişmiş tütünü istəkana deyil, papağına tökdü. O gün atam məni yuyuncağa aparıb yuyundurmağa söz vermişdi. Hər ikimiz kitabı oxuyaraq yuyuncağa girdik. Atam mənim kitabımı oxumağa elə qurşanmışdır ki, məni yuyundurmağı unutdu. Kitabı məndən alıb su ilə dolu vannaya girdi. Mən də eləcə kitabı oxuyurdum, yuyuncağı hər zadı unutmuşdum.